Hər vaxtınız xeyir olsun, dəyərli müştərilər. Şəhərin mərkəzində, Abşeron rayon, Xırdalan şəhər icra hakimiyyətinin qarşısında yerləşən hündür mərtəbəli binanın 8-ci mərtəbəsində 95 kvadrat metrdən ibarət 3 otağa düzəlmə mənzil təqdim edirəm. Dəyərli müştərilər, mənzilin panoraması Heydər Əliyev birbaşa parkıdır. 1 nömrəli məktəb, uşaq poliklinikası, 11 saylı məktəb, uşaq bağçaları, bir sözlə şəhərin tam olaraq mərkəz dediyimiz ərazisində. Mənzil yenidən təmir olunub, yaşayış olmayıb. İpotekası ayrılan bəylər, xanımlar, dəyərli müştərilər buyurub müraciət edə bilər. Bura bizim mətbəx hissəmizi, mətbəxin içindən kombi otağına keçiddir. Allah alanın da, satanın da xeyrin versin. Dəyərli müştərilər, satışda əmlaklarınız varsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Tez bir zamanda satılmasında, alınmasında, mənzillərin kirayə verilməsində, torpaqların satılmasında, video təqdimatında belə sizlərə köməklik göstərə bilərik. Bizimlə əlaqə saxlayın. Bura evimizin əsas giriş qapı hissəsidir. Girişdən daxil olarkən ümumi sanitar qovşaqlarımız ayrı-ayrılıqdadır. Əyalyolusudur, hamam otağımızdır. Qonaq otağının içindən mətbəxdə keçid idi və yataq otaqlarımız da burada yerləşir. Mənzil həqiqətən də möhtəşəm bir mənzildir. Qiymət videonun alt hissəsində qeyd olunacaq. Kupça əldədir. Dediyimiz kimi ipotekaya tam yararlıdır. Burada yerləşir ayaq yolumuz. Əlavə olaraq su ehtiyat bakı da var mənzilimizin. Mənzil şəxsi istifadə üçün təmir olunub. Yüksək keyfiyyətli materiallardan istifadə olunub. Burada yerləşir uşaq otağımız. Baxın, belə bir uşaq otağımız var. Geniş ölçüyə malik, səliqəli bir uşaq otağımız. Mənzil qoşa eyvanlıdır. İndi bu istiqamətini sizə təqdim edəcəm. Burada yerləşir böyük yataq otağı. Tam ideal təmirlidir. Baxın, kifayət qədər geniş ölçüyə malik kondisionerimiz də var bu otaqda. Görürsünüz, pərdələri, lüstrləri, kombimiz göstərmişik. Burada yerləşir mənzilin eyvan hissəsi. Yataq otağından eyvana çıxışdır. Eyvan plastik pəncərə vasitəsilə